Brutto kontraktda gəldikdə, brutto kontrakt bu yanaşma metodologiya baxımından burada qaranlıq bir şey yoxdur. Yəni, çünki bu nəzərə alsaq ki, bütün əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur. Hətta MDB məkanında, bunun Özbəkistanda və yaxud da ki, Qazaxstanda, Rusiyada biz bunun nümunələrinə rast gəlirik. Yəni, metodoloji baxımından orada hər hansı bir çətinliyimiz yoxdur. Qaydalar hazırdır, layihə yekunlaşma üzrədir, son təkliflərlə nəzərə alınıb. Burada başlıca məqsəd nədən ibarətdir? Siz də qeyd etdiyiniz kimi, bu özəl daşıyıcı da ola bilər, dövlət nəzarətində olan deyək, Bakubas da ola bilər. Ancaq başlıca məqsəd xidmət səviyyəsinin müəyyən olunmuş marşrut və cədvələ uyğun, tam müasir tələblərə cavab verən avtobuslarla, təmiz şəkildə, əgər biz xidmət sahəsindən danışırıqsa, bu daşıma xidmət, yəni vətəndaşa, sərnişinə ən yüksək səviyyədə xidmətin göstərilməsi tələb olunmasıdır həmin şirkətlərdən. Bunun tələbləri qaydalarda bənd-bənd çox dəqiq şəkildə hər bir şey göstərilir. Xidmətin keyfiyyəti, yəni bizim tələb etdiyimiz daşıyıcıdan müəyyən olunmuş marşrut, qrafik üzrə işlərin təşkil edilməsidir. Əgər ayna Yerüstü Nəqliyyat Agentliyində təhlillər göstərəsidirsə ki, hansısa istiqamətdə gecə saat 1-ə qədər də sərnişinlərin daşınmasına ehtiyac var və yaxud hardasa da 12 yox 11-də kifayət edir. Bu, sadəcə həmin daşıyıcıya sifarişin verilməsi və müqavilədə o sifarişin qeyd olunmasıdır. Onların isə əsas işi bütün o getdiyi yol, qət etdiyi məsafəyə görə dövlət tərəfindən bəlli bir metodologiya əsasında, dəqiq düstur əsasında müəyyən olunan ödənişin alınması ilə məhdudlaşır. Yəni, bizim onlar qarşısında yeganə öhdəliyimiz keçdiyi, imzalandıqdan sonra müqavilə, keçdiyi məsafəyə uyğun ödənişi həyata keçirməkdir. Ancaq bundan sonra hər biri dəqiq başa düşməlidir ki, burada təbii ki, ayna tərəfindən şərtlər daha da sərtləşdiriləsin və bugün də o proses gedir. Bu, sürücünün nizam intizamından tutun, qrafikə qədər, avtobusun təmizliyinə qədər, onun necə deyim, texniki vəziyyətinin, kondisionerinin, istiliyin və bütün bu şeylərə əməl etməsində. Yəni, dövlət bunu verir, o mənada yox ki, bu vəsait sadəcə onlara vəsait verilir. Göstərdiyi xidmətin müqabilində alacağı konkret bir ödəniş olasıdır. Haradakı onun kapital qoyuluşları, onun əməliyyat xərcləri, qarajın, deponun, əməkdaşların saxlanılması üçün kifayət qədər ödəniş edilmiş olacaqdır.